Vəhy 15-ci fəsil. Bəla gətirən 7 mələk. Mən göydə başqa bir böyük və heyrətli əlamət, 7 bəlanı gətirən 7 mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı. Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər, əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durmuşlar. Onlar Allahın qulu Musanın nəğməsini və quzunun nəğməsini oxuyaraq deyir: Ey külli ixtiyar Rəbballah, sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin padşahı, sənin yolların ədalətli və həqiqidir. Ya Rəbb, kim səndən qorxmaz, kim sənin adını izzətləndirməz? Çünki yalnız sən müqəddəssən. Bütün millətlər gəlib sənin önündə səcdə eləyəcək. Çünki sənin ədalətli hökmlərin aşkar oldu. Bundan sonra gördüm ki, göydəki məbəd, yəni şəhadət məskəni açıldı və 7 bəlanı gətirən 7 mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdılar. Onda 4 canlı məxluqdan biri 7 mələyə əbədi var olan Allahın hiddəti ilə dolu 7 qızıl nimçə verdi. Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə, 7 mələyin gətirdiyi 7 bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.